Salam əziz şagirdlər, qarşınızda Vəlisan Akademiyadan Murad müəllimdir. Bugün sizlərlə birgə nisbə əvəzliklərindən olan bir suala baxacağıq. Əslində nisbə əvəzlik çox sadə bir bölmədir, lakin bəzi xırda məqamlar var ki, şagirdlər bunu qarışdıra bilərlər. Məsələn, buradakı sual kimi. Öncəliklə biz burada students ifadəsinə baxmalıyıq, lakin şagird burada buna fokuslanarkən birbaşa qaçır who və yaxud that verməyə. Çünki burada insan məfhumu var və biz bilirik ki, insan məfhumu olan yerdə biz who və yaxud that nisbə əvəzlərini verə bilərik. Lakin bizim diqqət etməli olduğumuz, həmçinin şagirdlərin xüsusilə diqqət etməli olduğu məqamlardan biri bizim bu boşluqdan sonrasıdır. Yəni, native language olan hissəsidir. Qaydaya əsasən, əgər bizə verilmiş bu boşluqdan sonra isim gələrsə, native language kimi, biz bu zaman avtomatik olaraq whose bəndini götürəcəyik, əgər ortada canlı məfhumu varsa, belə deyək. Tərcüməsi necə olur? Bu test doğma dili ingilis dili olanlar üçün deyil. Yəni, qısaca dediyim kimi, əgər boşluqdan sonra hər hansı bir isim gələrsə, native language kimi biz burada avtomatik olaraq whose bəndini götürəcəyik. Sağ olun, salamat qalın.